Lakin adam içində verilişinə gələn gənc oğlan isə sevdiyi qız tərəfindən özünə məxsus cəzalandırıldığını iddia edir. Vaxtilə telefondakı fotoşəkillərlə sevgilisi tərəfindən şantaj olunduğunu deyən xanımı xatırlayarsınız. İndi qarşı tərəf bu məsələnin tamamilə fərqli olduğunu iddia edir. Bir həftə əvvəl şantaj olunması ilə bağlı adam içində verilişinə müraciət edən Yeganə Talıbovanın keçmiş sevgilisi danışılanların böhtan olduğunu demək üçün verilişə müraciət edib. Onun sözlərinə görə xanımla aralarında yaşananlar Yeganənin dediyi kimi deyil. Gəncədə onunla tanış olmuşdum, ortaq dostumun köməyi ilə. Nəysə, mən buna hər dəfə yaxınlaşanda ağlayırdı, hiss eləyirdim. Bir gündən dözmədi ürəyim, yaxınlaşdım, dedim ki, nə olub sənə belə? O mənə dedi ki, xəstəyəm, mənə 10.000 borc lazımdır, sonra evim yoxdur qalmağa. Mən buna ev tutdum və biz qeyri-rəsmi yaşamağa başladıq. Bundan sonra Yeganə ona 10.000 manat pulun lazım olduğunu bildirdiyindən sevgilisi də taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilini sataraq həmin məbləği birgə yaşadığı qadına verir. Sonra da çörəyə çıxdığı maşını satdığı üçün pul da qazana bilmir və beləliklə də maddi vəziyyəti günü-gündən pisləşir. Sonra gördüm ki, mənə çox soyuq davranır. Səbəbini... Pullar yoxdur. Bəli, pullar yoxdur. Bunlar neynir ki səni? Zənglərimə çox vaxt cavab vermirdi. Mən evdə olmayanda. Sonra bildim ki, o başqasını istəyir və mənə yaxınlaşdı, dedi ki, mən artıq başqasını sevirəm və başqasıyla evlənəcəm. Məndən əl çək. Bəli, məndən əl çək. Mən də ondan pulları tələb edirəm ki, məni dolandırmırsan. Həngala bundan sonra başlayır. Yeganə Talıbova görəndə ki, ondan 10.000 manat pulu geri istəyirlər, başlayır şantaja keçməyə. Hər halda studiyaya gələn müsahib belə deyir. Onu polisə verərək oğlanın ondan pul tələb etdiyini, əks təqdirdə telefonda olan intim görüntülərini internetə yayacağı ilə şantaj olunduğunu bildirir. Elə adam içində verilişin əməkdaşlarının araşdırmasına görə bu qadının şantaj etdiyi tək şəxs deyil. Odur ki, bu kimi faktları adam içində verilişinin növbəti buraxılışlarında da görə biləcəksiniz.